الرجيم بسم الله الرحمن الرحيم لا حول ولا قوة إلا بالله العلي العظيم وصلى الله على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا الذي سمي في السماوات بأحمد وفي الأراضين بأبي القاسم المصطفى محمد وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء سيدة نساء العالمين وعلى الحسن والحسين سيدي شباب أهل الجنة وعلى علي بن الحسين وعلى محمد بن علي وعلى جعفر بن محمد وعلى موسى بن جعفر وعلى علي بن موسى الرضا المرتضى وعلى محمد بن علي وعلى علي بن محمد وعلى الحسن بن علي وعلى المهدي المنتظر صاحب الزمان عجل الله تعالى فرجه الشريف فاللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين أما بعد عباد الله أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم بسم الله الرحمن الرحيم قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس صدق الله العلي العظيم. Allah bendeleri evvel özümü sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam intizama Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi sağlam düşüncəli bəndələrdən qərar versin. Allah aqibətimizi xeyr eləsin, zəmanə imamının zuhurunu tezləşdirsin və bizi o zuhura hazır olan bəndələrdən qərar versin. Əyyam-ı Fatimiyyədir, bizim əqidəmizin ayaq üstə saxlayan tədbirlərdən biri xanım Zəhra Salamullah-əleyhanın 20 gün şəhadət günləri davam edir, sonlarındayıq. Allah xanım Zəhra Salamullah-əleyhanın şəhadətində Sərvərimiz İmam-ı Zaman əleyhissalam başda olmaqla bütün xanım Zəhra sevərlərə səbr və əcr kəramət eləsin inşallah. Nəhcül Bəlağənin gərək hətta Əyyam-ı Fatimiyyənin də elmi tərəfləri insanlara izah olunsun. Ona görə Nəhcül Bəlağədə ağanın 217-ci xütbəsin bugün inşallah sizə ithaf eləyirəm. Ağa Əmirül-Möminin salam buyurur: Allahümmə inni əstəğdikə alə Qurayşin və mən əanəhum və innəhum qad qətəu rəhimi və əkfəu inai və əcməu alə münazəəti haqqən kuntu əvla bihi min qayri və qalu əla innə fil haqqi ən təxuda və fil haqqi ən tümnəə vəsbir məğmumən əv mut mütəəssifən və nədartu fəydən leysə li rafidun və la zabbun və la müsaid illə əhl-i beyti fədanintu bihim anil məniyyə və əqdəytu alə qəda və cəri'tu riqi alə şəca فصبرت من كظم غيظ على أمر من الألقام وألم للقلب من وخذ الشفار. Doğru buyurur Allah və onun peyğəmbəri və onun höccətləri. Nəhcül Bəlağə 217-ci xütbə. Əmirül-Möminin salamın haqqının qəsb olunmağın ən gözəl özü bu bir neçə xütbədə yerin deyəcəm. Biri də yazıda saxlayın 217-ci xütbə. Niyə biz Əyyam-ı Fatimiyə keçirdik? Həzrəti xanım Zəhra salamı və Əli əleyhissalamın haqqının qəsb olunmağını ötürü canın və balasın şəhid verdi. Bunun məqsədin, amalın deyirəm. Niyə? Ağa Əmirül-Möminin salam buyurur Nəhcül 217-ci xütbə. Pərverdigara, ilahi, mən Qureyşin və onlara kömək eləyənlərin haqqında etdiklərinə görə səni şahid tuturam, Allaha şikayət edir. Onlar qohumluq bağını kəstilər. Qabımı tərsə çevirlər. Qab yəni nə? Ağa kinayə ilə danışır, işarə ilə. Bir dənə qab qoyurlar, bu sənin haqqındır. Gəlir sənin qabağa qoyulan qabı ağzı üstə çevriləndə sənin o haqqı payı əlindən alır. Ağa buyurun, mənim qabımı ağzı üstə çevirlər. Yəni haqqımı əlimdən alırlar. Bir araya gəlib mənim başqalarından daha layiq olduğum haqqıma qarşı çıxdılar, yığışdılar bir yerə, gəldilər, Allah verən hüququ əlimdən aldılar.
Onlar deyirdilər. Deyirdim, axı bu haqq mənimdir. Mənə belə cavab verirdilər. Haqqı almaq da haqqdır. Onu əldən vermək də haqqdır. Elə deyirsən, haqq mənimdir. Haqqı ala bilsin, haqqdır. Əlindən verirsən, bu da haqqdır. Subhanallah. Elə isə sən nə elə? Ya Ali, həmsindən yaxşı. Elə isə kədər içində səbr elə, ya da heyfistənə öl. Mütəəssif. Öl elə təəssüflə, dedin haqqımı. Ya da səbr elə kədərlə. İki yolun var. Mən ətrafıma baxdım ki, haqqımı alım ya yox. Ağa buyur, mən ətrafıma baxdım və gördüm ki, mənim heç bir yardımcım, müdafiəçim, köməkçim yoxdur. Yalnız öz ailəm qalıb yanımda. Öz əhl-i beytim qalıb. Və dənintu anil məniyyə. Qorxdum, onları qurbanlıq eləyəm. Elə gələlər üstümə, körpə balalarımı öldürələr. Elə hücum çəkmişlər mənim evimə. Ailəmin və balalarımın qurban getməyindən qorxdum və necə səbirdim, gözünə tikan batmış, boğazında düyün qalmış adam kimi udqundum, qəzəbi içimdə boğmaqla, əlqəmdən də acı, əlqəm bilirsin nədir, Ərəbistan səhrasında bitir, acı otlu heyvanlar da yemir, o zəhərdir, əqrəb zəhərindən də acıdır. Deyir, o əlqəm odunu udmaq mənim səbr eləməyimdən asandır, onu udmaqdan da çətin. Qarnında qılınc sancısından da ağrılı əzablara dözdüm. Mənəvi əzab başqa. Deyir, qılınc vurarsan adamın qarnını doğranar. Ağa buyurur, mənim dərdim ondan da ağır oldu. Bu kəlamlar eyni məntiq. Quran-ı Kərimdə şik-şiqiyyə, Nəhcül Bəlağədə şik-şiqiyyə xütbəsi var. Vursaz, Azərbaycanda adını deyirəm. Şik-şiqiyyə xütbəsini oxuyun. Əli əleyhissalam özü xilafət qarşısında danışdığı xütbədir. Şik-şiqiyyə dəvənin o qəzəblənəndə ağzından köpük daşlanar, ona deyirlər şik-şiqiyyə, xütbənin adı odur. Ağa xilafət qarşısında danışır, şik-şiqiyyə. Bir də 120, bu 127-dir, 217-yi də oxuduğum. 126-cı xütbədə ağa eyni məntiqlə danışır başına gələnləri. Bu mənəvi zərbələr hardandır toxumu? İkinci xütbəni daha qısa eləməyə çalışacağım. Qardaşlarım, bu İslam tarixində Peyğəmbər zamanında Qədirxum adında bir hadisə baş verib. Hamınız bilirsiniz. Allah Teala Maidə surəsi 67-ci ayədə əmr eləyir. Peyğəmbər də tutur Əleyhisselamın qolundan həcdən qaydanda ömrünün son ili öz yerində olan höccəti tanıtdırır. Mən kuntu mevla fəhada aliyyum mevla. Mən kimin ağasıyam, Əli onun ağasıdır. Xanım Zəhra bu yolun şəhididir. Hər bir haqq proqramın qarşısında həmişə bir batil proqram olar. Bu Allahdan gələn proqramın qarşısında bir dənə bəşərin qurduğu Səqifə adlı bir toplantı oldu. Bəni Saidədə, Mədinədə Peyğəmbərin cənazəsi ortada, müsəlmanlar dəfn işləri ilə məşğul olmadan qaçıblar Səqifədə toplandı keçiriblər ki, Peyğəmbərin yerinə kimi seçək? Allah seçib o yox, biz kimi seçək? Xahiş edirəm, xüsusən cavanlar sizdən internetdə yazın, Səqifə toplantısı. İslamın bu günə qədər parçalanmasının səbəbi, imamların öldürülməsinin səbəbi, bu günləri müsəlmanların bir-birinin ətinin yeməsi, Allah proqramının bəşər tərəfdən pozulması və Səqifə toplantısındandır. Toxum orada qoyulub da, mən onu izah eləmirəm, uzun bir söhbətdir. Səqifədən irəli gəlir. Özdə imam bunu elə bilirsiniz, elə həmin o məzlumiyyətə düşər olan vaxt danışıb, imamın danışmaq hüququ olmayıb Əleyhisselamın. İmam bunu xilafət dövründə danışıb. Yəni Peyğəmbərdən 25 il sonra da gördülər mümkün deyil, gəldilər Əleyhisselamın qapısına, imamı dəvət edildilər xilafətə, onda da hücum çəkdilər ki, gəl bizə sahib çıx. Ağa orada xilafətə oturandan sonra, danışmaq hüququ olandan sonra bu xütbələri buyurub, Nəhcül Bəlağənin bu xütbələrin. Yəni Peyğəmbərdən sonra elə şərait yaratdılar ki, imam danışmağa belə imkan vermədilər imamı. Həmin vaxt o imama imkan verilməyən vaxt xanım Zəhra Salamullah'a danışdı. İki xütbə oxudu. Birin xilafət qarşısında, birin isə Mədinə xanımlarının qarşısında. 5 mərhələli müdafiədir. Bunu qısa deyirəm, keçən il demişdim, yaduza salıram. Birinci xanım Zəhra Salamullahi Əli Aleyhisselamın haqqını müdafiə eləmək üçün birinci neynədi? Birinci çıxdı, danışdı. Adam haqqı birinci danışmaqla müdafiə edir. Gəldi, oturdu,
Fədək xütbəsi, ikinci bir mesaj verirəm sizə. Fədək xütbəsini oxuyun. Azərbaycanda tərcüməsi var, internetdə, Google üzərindən yazın. Yazın, Fədək xütbəsi xanımın 20 dənə ayə əsasında ayələr gətirir, Quran ayələri. Allah dini nə üçün göndərib, namaz nə üçündür, oruz nə üçündür, həz nə üçündür. Axırda Allah imaməti nə üçün qərar verib, izah edir. Cəalə imamətənə nizamən lil millə və əmanən minəl furqa. Allah bizim imamətimizi göndərib millətin nizamı üçün və parçalanmadan amanda qalmaq üçün. Sirri buradadır. İmamət tanınmayanda İslam ümməti parçalanacaq. Fədək xütbəsində oxumağınızı xahiş edirəm. Xanım xütbə elədi. İkinci mərhələdə danışığı eşidilmədi, düşdü qapı-qapı. Dəvəsi minirdi, düşürdü qapı-qapı, Mədinəni gəzirdi. Gəlin Allahın höccətini müdafiə eləyək. Mən bir dənə İbn Səd Təbəqətdə bir hadisəni yazır. İbn Səd Təbəqət kitabında yazır. Deyir, xanım bir gecə gəldi Məaz ibn Cəbəlin qapısına. Məaz Peyğəmbərin sahabələrindəndir, özü yaxın sahabələrindəndir. Gəldi Məazın qapısına, Məaz ibn Cəbəlin qapısına, qapını döydü, dedi gəl, xanım Zəhra salamı buyurdu. Məaz, sən o kişisən ki, Qədir Xumdaq iştirak elədin, atam Əli əleyhissalamın qolundan tutub qaldıranda sən oradaydın. Məaz dedi, bəli oradaydım. Dedin, gəl onda imamımızı, Allahın göndərdiyi imamı müdafiə eləyək. Məaz dedi, Peyğəmbər qızı bilirəm, amma məni üzürlü say, mən müdafiə eləyə bilməyəcəm. Elə bir komendant saatı yaratmışlar, çölə çıxmağa müsəlmanlar qorxurdu. Elə bir rüşvətlər paylamışlar, cəmaat Allahın haqq olan imamın müdafiə eləməyə qorxurdular, küçüyə çıxmağa qorxurdular. Məaz bu cavabı verəndə xanım qayıtdı, getdi, oğlu gəldi. Dedi, ata, Peyğəmbərin qızın bizim küçədən çıxanda gördüm, Fatimənin salamullah aleyhanım, bizim küçədə nə işi var? Dedi, oğul bizə gəlmişdi. Nə üçün gəlmişdi? Dedi, ata, gəldi, oğul gəldi, qapımızı döydü, bizi dəvət elədi Əmirül Möminin salam müdafiə. Sən nə dedin? Dedim, məni bağışla Peyğəmbər qızı, mənim o gücüm yoxdur, müdafiə edəyəm. Xanım nə dedi sənə? Dedi, xanım mənə dedi, la ukəllimuka əbədə. Sənlə daha ömür boyu danışmayacam. Babam Peyğəmbərin sahabəsi də olsan, daha danışmayacam. Peyğəmbər qızının narazılığı, Peyğəmbərin özü, sənin razılığın Allah razılığı, sənin qəzəbin Allah. Oğlu nə dedi? Oğlu dedi, əgər Peyğəmbər qızı ata sənə bu cavabı veribsə, la ukəllimuka əbədə, mən də səndən danışmayacam. Sən ki Peyğəmbər qızın qapıdan əli boş qaytardın, müdafiəsinə qalxmadın, mən də səni dindirməyəcəm. Bunu Təbəqatda İbn Səd yazır. Üçüncü mərhələdə xanım ağladı. Adam, mən həmişə deyirəm bu mənbərdən, deyirəm, sənin mənim ağlamağımda qatqı var. Amma dünyanın ən kamil insanı ağlayırsa, o ağlamağın bir mənası var. Xanım Zəhra salamı ona görə ağlayır, bəşər üçün ağlayır. Bugün baş verən müsibətlər üçün ağlayır. Allahın göndərdiyini qoymadınız, Peyğəmbərin yerində otura, seçki ilə seçdiniz, gör bu İslamın başına nələr gələcək. Buna görə ağlayır, mənası var. Dördüncü, xanım bəşəri ayıltmaq üçün qadağalar qoydu. Qadağalar qoydu. Nə qadağası? Embargolar qoydu. Dedi, mənim yanıma gəlməsinlər dəyməyə. Gəldilər, salam verdilər, salamının cavabını almadı. Dedi, bunlar mənim dəfnimdə iştirak eləməsin. Bunlar mənim cənazə namazıma dayanmasın. Məni gecə qosul elə, gecə kəfənə büç, əli, gecə dəfnlə. Bunlar mənim gəlib tabutuma əl vurmasın. İslam aləminə başa salır. Yəni, bunlar dinə gəlmələrdir. Bunlar Allah dinindən bunların xəbəri yoxdur. Ondan sonra vəsiyyət elədi. Vəsiyyətlərində dedim nədir? Bu uzun söhbət. Bərməkilər bu Əbbasilərin vəzirləri olub. Harun ər-Rəşid nəsli Əbbasilərdir. Bərməkilər Yəhya Bərməki, Cəfər Bərməki bir nəslə, o biri nəsil vəzir olub. Axırda elə bir-biri ilə düşmən oldular, əlhamdülillah Rəbbil aləmin. Bərməkilərdən bir vəzir İmam Rza əleyhissalam Xorasanda olanda İmam Rza ağadan soruşur. Ağa, deyirlər nənən Zəhra o xəlifələrdən, o iki dənədən narazı gedib. Bu söz düzdür ya yox. Mən dünən burada mənbərdə dedim, indi adam həqiqətləri deyənmir ki, o qədər oğrular elə qışqırır, adamın doğrunun zəhri yarılır, internet keçib batilin əlinə, ancaq şiyəni müşrik adlandırırlar. Amma imamların da dövründə belə olub, danışa bilməyiblər ki, haqqı deyə bilməyiblər, düşüblər zalim əlinə. İmam deyir,
Dedi zikr elə, zikr elə. Yəni fikir, sözü dəyiş. Deyir bərməkçi əl çəkmə. Dedi ağa de görün mən səndən cavab istəyirəm. İmam Rıza əleyhissalam bir cümlə dedi. Burada fə innə lənə ummun salihə və hiyə aleyhimə saxitə. Mənim bir salihə anam vardı Zəhra. O iki nəfərdən qəzəbli getdi bu dünyada. O iki nəfərdən narazı getdi. Bu bizim mənbədir. Səhih Buxari və Səhih Müslim qarşı tərəfin mötəbər kitabıdır. Həmin kitablarda Səhih Buxarida Xums babında, Səhih Müslimdə Cihad kitabında eyni cümlə gəlir. Buyurur, Həcərəthu Fatimə fələm təzəl mühacirətuhu hətta tufiyyət. Həzrəti Zəhra salamla onları özündən uzaqlaşdırdı, narazı oldu iki nəfərdən ta ölənə qədər. Yaxşı, indi baxaq bu nədir? Peyğəmbərimiz buyurur, Ya Fatimə, İnnəlləhə yarda lirəzək və yəqdəb liqədəbik. Fatimə, sən kimdən razı olsan, Allah ondan razıdır. Sən kimə qəzəblənsən, Allah ondan qəzəblidir. İndi İslam ümməti, son cümləm bu olsun. İnsafıya bax, Peyğəmbər bir tərif qoyub, bir düstur qoyub ki, baxın, görün, bunun razı olduğu şəxslərdən Allah razıdır. Yəni, siz də bunun razı gedin. Bu kimdən narazı ondan? İndi xanım Zəhranın qatillərinin və narazı olduğu şəxsləri gətir qoy Allahın höccətinin yerinə, qoy İslam aləmində də vəhdət pozulsun və İslam aləmi müsəlmanlar da bir-birinin ətin yesin. Bu günlər bütün müsəlmanların vəzifəsi Həzrəti Zəhra salamun əleyhanın bizə yadigar qoyub getdiyi xütbələri və vəsiyyətləri təqib eləyib nicata çatmaqdır. Allah'ın verəm İzzət Cəlal hörmətinə. Allah xanım Zəhranın bəqidə ya Peyğəmbər qəbrinin yanında bilmirik də yerin, o gizlin qəbrinin aşağı çıxardan balasının zuhurunu tezləşdirsin. Bizi o zuhura hazırlanlardan qərar versin. Zuhuru yubadan günahlarımızı əff eləsin. Günah etməməkdə bizlərə fərasət versin. Günaha sürükləyən şeytanı və nəfsimizin şərrindən amanda saxlasın. Ölənlərimizin, şəhidlərimizin ruhun bu cümə günü bizdən şad eləsin. Qalanlarımızı salamət və əhl-i beyt yolunda sabit qədəm eləsin. Allah imanımızı günü-gündən kamilləsin. Allah xəstələrimizə şifa versin. Övlad arzusunda olanlara bərəkətli övlad nəsib eləsin. Ruzu sıxıntısı çəkənlərə həlaldan minnətsiz bol ruzu nəsib eləsin. Ailə qurmaq istəyən gənclərimizə bərəkətli ailə nəsib eləsin. Borclu olanların borcların xəzanəsindən ödəsin. Evləri olmayanlara bərəkətli ev nəsib eləsin. Allah dünyada öz beytinin, Peyğəmbərinin və əhl-i beytinin ziyarətin hamımıza mərifətlə nəsib eləsin. Ahirətdə onların şəfaətini əlimizdən almasın. Dünya və ahirətimizi abad eləsin. Zindanda olan möminləri azad eləsin. Hər sıxıntısı olan möminin sıxıntısına fərəc versin. Eləcə də cümyə gələn qardaş bacıların qəlblərində nə hacətləri varsa, hacətlərin rəva, dərdlərinə dəva eləsin. Cümə namazını atdıqları hər addım Allah min savab əta eləsin, min günahımızı əff eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samadu, ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuven ahad. Sadaqallahul azim.